Hər vaxtınız xeyir. Bugün Sübhan Abuşovun uşaq tərbiyəsi haqqında həqiqətən dərin mühazirəsinə nəzər salacağıq. Gəlin görək, şuurlu valideyn olmaq üçün əsas məqamlar nələrdir? Gəlin elə birbaşa ən vacib sualdan başlayaq. Yəni, uşaq tərbiyəsi əslində nə vaxt başlayır? Bir anlıq düşünün. Cavab yəqin ki, çoxunuzu təəccübləndirəcək. Bəli, tam olaraq belə. Tərbiyə valideynin öz uşaqlığından başlayır. Yəni, effektiv valideyn olmaq üçün ilk növbədə özümüzə baxmalıyıq. Bizi formalaşdıran o təcrübələr, o modellər, məhz hər şey oradan başlayır. Yaxşı, gəlin bu mövzunu biraz daha dərindən araşdıraq. Hər şeydən əvvəl gəlin bir şeyi aydınlaşdıraq. Tərbiyənin əsl məqsədi nədir? Çox vaxt bunu nəzarət kimi düşünürük. Amma əslində tam tərsinədir. Məsələ uşağa güc vermək, onu səlahiyyətləndirməkdir. Yəni, məqsədimiz sadəcə sözə baxan, itayətkar bir uşaq böyütmək olmamalıdır. Əsla. Əsas məsələ odur ki, elə bir insan yetişdirək ki, onun öz dəyərləri olsun, özünə və başqalarına hörmət etsin, etdiyi hərəkətlərin arxasında dayanan niyəni anlasın və ən əsası, gələcəkdə həm öz ailəsinə, həm də cəmiyyətə müsbət bir töhfə verə bilsin. Bilirsiniz, bizim seçdiyimiz hər bir yanaşma, hər bir davranış uşağın inkişaf etməkdə olan beyninə birbaşa fiziki olaraq təsir edir. Bu həqiqətən də çox ciddi məsələdir. Gəlin baxaq, qarşımızda hansı iki yol var və bu yolların nəticələri necə fərqlənir? Baxın, fərq inanılmazdır. Bir tərəfdə sabit sevgi mühiti var. Bu nə yaradır? Aydın qaydalar, güclü yaddaş, problem həll etmə bacarığı, yəni sağlam, dayanıqlı bir beyin. Digər tərəfdə isə daimi qorxu vəziyyəti. Nəticə, xaos, yüksək stres hormonu, zəifləmiş öyrənmə funksiyaları və depressiyaya meyillilik. Bir yol möhkəm bir təməl qurur, digəri isə o təməli dağıdır. Əlbəttə, heç bir valideyn bilərəkdən övladına zərər vermək istəmir. Amma bəzən ən yaxşı niyyətlərlə belə fərqində olmadan bəzi tələlərə düşürük. Elə tələlər ki, uşağı bayaq danışdığımız o qorxu yoluna sürükləyir. İndi gəlin bu tələləri tanıyaq ki, onlardan qaça bilək. Deməli, 4 əsas tələ var. Birincisi, ziddiyyətli siqnallar. Bugün hə, sabah eyni şeyə yox demək uşaqda çaşqınlıq yaradır. İkincisi, etiketləmə. Sən tənbəlsən kimi sözlər birbaşa onun şəxsiyyətinə zərbədir. Üçüncüsü, sərt cəza. Bu, sadəcə qorxu yaradır və yalan danışmağı öyrədir. Və dördüncüsü, çox maraqlı bir məqam, sərhədsiz sevgi. Yəni, sevgi sonsuz olmalıdır, amma davranışların mütləq sərhəddə olmalıdır. Məhz bu dördüncü bənd bizi çox vacib bir nəticəyə gətirir. Bəli, bu fikir əslində hər şeyi izah edir. Uşaqlar sevgi bolluğundan deyil, sərhədlərin olmamasından ərköyün olurlar. Bu o deməkdir ki, evladımızı şəxsiyyət olaraq qeyd-şərtsiz sevməliyik, amma davranışlarına aydın və ardıcıl sərhədlər qoymalıyıq. Bu ikisi arasındakı fərq həyati əhəmiyyət daşıyır. Yaxşı, tələlərdən qaçmağı bizim müdafiə taktikamızdırsa, indi hücuma keçməyin vaxtıdır. Ən güclü hücum silahımız isə uşağımızın fitri təbiətini, yəni temperamentini anlamaqdır. Bu, inanın ki, valideynin əlindəki ən güclü alətdir. Bəs temperament nədir? Bu, uşağın anadan gəlmə, bioloji xüsusiyyətidir. Onun hadisələrə verdiyi ilkin emosional reaksiyası. Yəni, onun zavod parametrləri kimidir. Bunu dəyişə bilmərik. Bu çox vacibdir. Amma biz bununla necə işləyəcəyimizi, ona necə düzgün yanaşacağımızı öyrənə bilərik. Elə isə, gəlin görək bu temperamentlər hansılardır? Baxın, burada 4 əsas temperament tipi var. Məsələn, xolerik uşaqlar daha çox lider ruhlu, rəqabətçi olurlar. Onlarla işləyərkən qısa müddətli hədəflər qoymaq və emosiyalarını idarə etməyi öyrətmək lazımdır. Və sanqviniklər, sosial enerjili uşaqlardır. Onlara tapşırıqları hissə-hissə vermək effektivdir. Melanxoliklər daha həssas, dərin düşünən olurlar. Onlara zərif, yanaşmaq, kiçik uğurlarını belə qeyd etmək önəmlidir. Və nəhayət, flegmatiklər, sakit, səbirli. Onlar üçün dəyişiklikləri yavaş-yavaş etmək və aydın bir quruluş yaratmaq ən yaxşısıdır. Evladınızın hansı tipə daha yaxın olduğunu anlamaq, onunla düzgün dil tapmağın ilk və ən vacib addımıdır. Deməli, tərbiyənin məqsədini anladıq, tələlərdən xəbərdar olduq, hətta uşağımızın temperamentini də öyrəndik. Amma bütün bunların sonunda məsələ yenə də fırlanıb gəlir bizə, yəni valideynin öz roluna.
Qayda çox sadədir. Uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi edirlər. Onlar hörməti, dürüstlüyü, emosiyalarını idarə etməyi, hamısını ilk növbədə bizi izləyərək öyrənirlər. Əgər siz özünüz nümayiş etdirmirsinizsə, ondan da o davranışı gözləməyin heç bir mənası yoxdur. Çünki onlar bizim sözlərimizə yox, əməllərimizə baxırlar. Və bu fikir həqiqətən də çox dərindir. Övladınızı sahiblənməyin, sahib çıxın. Burada incə bir fərq var. Sahiblənmək onu bir əşya, bir mülk kimi görməkdir. Sahib çıxmaqsa ona dəstək olmaq, onun yanında olmaq, onu qorumaq deməkdir. Biz onların sahibi deyilik, biz onların bələdçisiyik. Bu da bir başqa vacib məqam. Övladınızın arzularının qatili olmayın. Çox vaxt fərqində olmadan öz reallaşdıra bilmədiyimiz arzuları onların üzərinə yükləyirik. Bu, edə biləcəyimiz ən böyük səhvlərdən biridir. Unutmayaq ki, onların həyatı özlərinindir, bizimki deyil. Və sonda gəlin hər günümüzü bu sualla yekunlaşdıraq, özümüzdən soruşaq. Bugün övladım məndən hansı dərs öyrəndi? Mən bugün onun üçün səbir, anlayış, hörmət nümunəsi oldummu? Yoxsa əsəb, səbirsizlik nümunəsi? Unutmayın, bizim hər günkü davranışlarımız əslində övladımız üçün ən əsas dərs proqramıdır.